olsun. Bugün sizlərlə Ombudsman haqqında Konstitusiya qanunundan mövzusuna baxacağıq. Deməli, ilk olaraq vaxt itirmədən gələk sual 1-ə baxaq. Onu da qeyd edeyim ki, uşaqlar, siz də bu sınaqlarda iştirak edə bilərsiniz. Aşağı hissədə link yerləşdirəcəm. Linklərə keçid edərək bu sınaqda iştirak edə bilərsiniz. Qeyd olunur ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili haqqında Konstitusiya qanununa uyğun olaraq Azərbaycan Respublikasının müvəkkili vəzifəsi nə üçün təsis edilir? Baxın, A variantında qeyd olunur ki, Azərbaycan Respublikasının Konstitusiyasında və beynəlxalq müqavilələrdə təsbit olunmuş. Bu beynəlxalq müqavilələr olmamalıdır. Əlbəttə ki, bu olmalıdır. Tərəfdar çıxdığımız beynəlxalq müqavilələr. Baxın, B variantında qeyd olunur ki, Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş Azərbaycan Respublikasının dövlət və yerli özünü idarə orqanları vəzifəli şəxslər tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi və qanun ilə müəyyən edilmiş hallarda qeyd edilir ki, insan hüquqlarının pozuntularının qarşısının alınması üçün təsis edilir. Qanunla deyildir bu. Bu olmalıydı Konstitusiya qanunu ilə. Məsələn, C variantında gördüyünüz kimi Konstitusiya qanunu ilə müəyyən edilmiş hallarda qeyd edilir. Ancaq D variantında yenə qanun sözü istifadə olunub. Əlbəttə ki, bu da yanlışdır. Həmçinin D variantında burada qeyri-hökumət təşkilatları sözü də var və biz bunları artıq saymamalıyıq və bizim doğru cavabımız C variantı olmuş olacaq. İndi isə sual 2-yə baxacağıq. Sual 2-də qeyd olunur ki, Azərbaycan Respublikasının Ombudsmanı haqqında Konstitusiya qanununa uyğun olaraq müvəkkil hansı funksiyanı yerinə yetirir? Müvəkkil, işgəncə və digər qəddar, qeyri-insani və ləyaqəti alçaldan, rəftar və ya cəza əleyhinə konvensiyanın fakultativ protokolunda nəzərdə tutulmuş milli preventiv mexanizm funksiyalarını həyata keçirir. Yadınızda saxlayın uşaqlar. B variantı bizdə doğru cavab olacaq. Bundan sonra sual 3-ə keçirik. Sual 3-ə baxaq. 3-də qeyd olunur ki, Ombudsman haqqında Konstitusiya qanununa uyğun olaraq işgəncənin və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısını almaq məqsədi ilə bilirik ki, Ombudsman saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə müntəzəm surətdə və ya zəruri saydığı istənilən halda baş çəkə bilər. Burada məsələn B variantında yazıb məhkəmənin icazəsi. Əlbəttə ki, məhkəmənin icazəsi olmayıb və yaxud D variantında deyir qanunvericilikdə belə hal nəzərdə tutulmayıb. Məsələn, C variantında ayda bir dəfə deyir, o da olmaz. İndi isə sual 4-ə baxırıq. Sual 4-də qeyd olunur ki, Ombudsman haqqında Konstitusiya qanununa uyğun olaraq müvəkkil fəaliyyət istiqamətlərinə uyğun olaraq hansı təşkilatlarla əməkdaşlıq edir? Maraqlı sualdır. Ümumiyyətcə müvəkkil fəaliyyət istiqamətlərinə uyğun olaraq yerli, regional və beynəlxalq təşkilatlarla həmçinin var idi orada xarici ölkələrin insan hüquqları təsisatı ilə əməkdaşlıq edir və bu məqsədlə də müqavilələr də bağlaya bilər, həmçinin beynəlxalq qurumlarda da təmsil oluna bilər. Yadınızda saxlayın uşaqlar. Daha sonra keçək biz digər sualımıza. Sual 5 deyir ki, Ombudsman haqqında Konstitusiya qanununa uyğun olaraq düzgün olmayan bəndi deyir seçin. Seçək. Müvəkkilin fəaliyyəti insan hüquqlarının müdafiəsini, pozulmuş insan hüquq və azadlıqlarının bərpasını təmin edən digər dövlət orqanlarının səlahiyyətlərini məhdudlaşdırmır və əvəz etmir. Bax, bu doğrudur. Burada yanlış bir şey yoxdur. B-də deyir Azərbaycan Respublikasının prezidentinin, Milli Məclisə deputatlarının və Azərbaycan Respublikası hakimlərinin fəaliyyətinin yoxlanılması müvəkkilin səlahiyyətinə aiddir. Xeyr, müvəkkilin səlahiyyətinə aid deyil. Ona görə bizim yanlış cavabımız məhz B variantı olacaq. İndi isə sual 6-ya baxaq. 6-da qeyd olunur ki, Ombudsman haqqında Konstitusiya qanununa uyğun olaraq düzgün bəndi müəyyən edin. Müvəkkil Azərbaycan Respublikasının Milli Məclisinə amnistiya elan edilməsi barədə təklif edə bilər. Bəli, bu doğrudur. Müvəkkilin məhkəmələrdə süründürməçilik, sənədlərin itirilməsi və vaxtında verilməməsi, habelə məhkəmənin qərarlarının icrasının gecikdirilməsi ilə əlaqədar insan hüquqlarının pozulmasına dair şahidlərə baxmaq hüququ var. Bu da bizdə doğrudur və artıq 3-ə baxaq.
Müvəkkilin fəaliyyəti aşkarlıq, şəffaflıq, qanunçuluq, ədalət və qərəzsizlik prinsipi əsasına qurulur. Bəli, burada da yanlış bir şey yoxdur və A variantı bizdə doğru cavab olacaq. Görək sual 7 nədir? Sual 7-də qeyd olunur ki, Ombudsman haqqında Konstitusiya qanununa uyğun olaraq müvəkkil hansı qaydada seçilir? Bilirik ki, müvəkkili prezident təqdim edir. Yəni 3 namizəd olur və o 3 namizədin arasından 83 səs çoxluğu ilə seçilir. Baxın, 95 səs çoxluğu var, bunu buradan çıxıram. 85 səs çoxluğu var, bunu da buradan çıxıram. A variantında qeyd olunur, Milli Məclis sədrinin təqdim etdiyi xeyir, prezidentin təqdim etdiyi olmalıdır. B variantı doğru cavab olacaq. İndi isə keçirik sual 8-ə. Sual 8-də qeyd olunur ki, Ombudsman haqqında Konstitusiya qanununa uyğun olaraq, əgər Milli Məclis müvəkkilin seçilməsi ilə bağlı qərarı qəbul etməsə, o zamanları Azərbaycan Respublikasının prezidenti 15 gün müddətində digər 3 şəxsin namizədliyini Milli Məclisə təqdim edir və B variantı burada doğru gələcək. Məsələn, A variantında baş nazir deyir. Məsələn, C variantında digər 2 şəxsin namizədliyini deyir. D variantında isə Konstitusiya Məhkəməsi deyir. Ona görə də bu olmaz. Daha sonra keçək digər suala və sual 9-a baxaq. Hansı hallarda müvəkkil şikayətçi barəsində məlumatları gizli saxlamalıdır? Əlbəttə ki, şikayətçi ərizə ilə tələb etdiyi hallardır. Bu zaman gizli olmalıdır. İndi isə sual 10-a baxaq. Ombudsman haqqında Konstitusiya qanununa uyğun olaraq doğru bəndi müəyyən edin. Birdə deyir ki, müvəkkil 7 il müddətinə seçilir. Bəli, eyni şəxs müvəkkil vəzifəsinə 2 dəfədən artıq seçilə bilməz. Bu da doğrudur. Yəni 1-2 məndə doğrudur. O zaman belə çıxır ki, B variantı, C variantı məndə uyğun olmur. 3-ə baxmaqdansa vaxta görə 4-ə baxmalıyıq. Çünki hər iki variantda da 3 var. Deməli 3 də bizdə doğrudur. 4-də deyir ki, Milli Məclis 30 gün müddətində müvəkkilin seçilməsi ilə bağlı müvafiq qərar qəbul edib. Biz yuxarıda artıq dedik ki, bu 15 gün müddətidir. Ona görə bu yanlış olduğu üçün A variantı doğru cavabı olacaq. Sual 11-də qeyd olunur, hansı hallarda anonim şikayətlər müvəkkil tərəfindən baxılmaq üçün qəbul edilir? Əgər şikayətdə göstərilən hallar kifayət qədər sübutlu və əsaslı faktlarla təsdiq edilirsə, o zamanları bəli, anonim şikayətlərə də baxılır. Yəni buna da uyğun olaraq C variantı bizdə doğru cavab olur. Daha sonra sual 12-yə baxaq. Şəxsin hüquqları qüvvədə olan normativ aktlarla pozulduqda müvəkkil neyini? Bilirik ki, müvəkkilin Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət etmək hüququ var, düzdürmü? Ona görə cavablarda Konstitusiya Məhkəməsini seçməliyik. B variantı getdi. Burada deyir ki, müvəkkil Konstitusiya Məhkəməsinə tapşırığı ilə müraciət edir, xeyr. Konstitusiya Məhkəməsinə təkliflə müraciət edir, xeyr. Və Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət edir. Bax, bu olur bizdə doğru cavab. Daha sonra sual 13-ə baxaq. Qeyd olunur ki, Ombudsman haqqında Konstitusiya qanununa uyğun olaraq müvəkkil insan hüquqlarının pozulmasına dair şikayətlərə baxır. Həm vətəndaşlar, həm əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, həm də hüquqi şəxslərin baxır, belə deyək, şikayətlərinə baxır. Burada məsələn A-da yalnız deyir Azərbaycan Respublikası vətəndaşları, B-də sadəcə vətəndaşlar və hüquqi şəxslər deyir. Bu da olmaz. Çünki əcnəbilər də var. Məsələn, C-də deyir ki, dövlət qulluqçuları. Bunu niyə ayrı burada belə verib? O da yanlışdır. Əlbəttə, normalda onun da şikayətinə, belə deyək, vətəndaşların şikayətinə baxır. İndi isə sual 14-ə baxırıq. 14-cü sualda qeyd olunur ki, Ombudsman haqqında Konstitusiya qanununa uyğun olaraq doğru bəndləri seçin. Bir də qeyd olunur ki, müvəkkil informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətlə bağlı informasiya sahibi olan dövlət orqanından, yerli özünü idarə orqanından və ya vəzifəli şəxsin pozuntularının aradan qaldırılmasını tələb edir. Bəli, bu doğrudur. 2-də qeyd olunur ki, müvəkkilin göstərişini aldıqdan sonra informasiya sahibi olan dövlət orqanı, yerli özünü idarə orqanı və ya vəzifəli şəxs müvəkkilə 10 gün müddətində görülən tədbirlər barəsində yazılı məlumat verilir. Doğrudur. Məlumat verilmədiyi və ya müvəkkilin tələblərinin yerinə yetirilmədiyi hallarda müvəkkil məhkəməyə müraciət edir. Məhkəmə yox, yuxarı orqan olmalıdır. Bu yanlışdır. Və bizim artıq cavabımız var. C variantı. Müvəkkil informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətdə əks olunmuş halları
10 iş günü ərzində araşdırır. Bəli, bax C variantı doğru cavabımız oldu. Və bizim son sualımız da artıq 15-ci suala gəldik. 15-ci sualda qeyd olunur ki, informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətə baxılmasının xüsusiyyətləri barədə verilənlərdən hansı düzgün deyil? Müvəkkil informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətdə əks olunmuş halları 10 iş günü ərzində araşdırır. Bu doğrudur. Əgər şikayətdə dəqiqləşdirmələr tələb edilirsə və ya şikayəti araşdırmaq üçün əlavə izahat və sənədlər toplamaq lazımdırsa, şikayətə baxılması müddəti artırıla bilər. Bəli, artırıla bilər. Ümumiyyətlə bu müddət də nə qədərdir? Onun haqqında da məlumat verim. Normalda şikayətə 30 gün müddətində baxılır. Ancaq əgərləri əlavə yoxlama aparmaq və ya material tələb etmək zərurəti yarandıqda 30 günə qədər uzadılır. Müvəkkil baxılma müddətinin uzadılması barədə şikayətçiyə yazılı məlumat verməklə bunu edə bilər və yaxud da dedik ki, bu doğrudur. Və son sualda qeyd olunur ki, baxılma müddəti əlavə olaraq 10 iş gününə qədər uzadılır. Əlbəttə ki, bu yanlışdır. 10 iş günü yox, 30 iş gününə qədər uzadılma vardır. Ona görə D variantı doğru cavabımız olacaq. Uşaqlar, onu da qeyd edim ki, mənim WhatsApp və Telegram qruplarım da var. Aşağı hissədə linkə yerləşdirəcəm. O linklərə də keçid edərək həmin qruplara üzv olarsınız və bundan əlavə mövzu sınaqları və ümumi 11 ədəd ümumi mövzu sınaqlarım var. O sınaqlarda da iştirak edə bilərsiniz. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Sağ olun.